Buraxılış imtahanına düşmüş və 2026-cı ildə buraxılış imtahanına düşə biləcəyi bir sual tipinin izahına baxaq. Deyir ki, 20-dən böyük olmayan natural ədədlər içərisində 20 ilə qarşılıqlı sadə olan neçə natural ədədi var? Bunu əslində əlimizdən saya bilərik. Bu bəsit bir şeydir. Amma 20 yox, burada daha böyük bir ədəd verirsə, nə bilim 280 kimi bir ədəd verirsə, biz bunu formula istifadə edərək tapmaq məcburiyyətindəyik və imtahanda belə bir rəqəm verilə bilər bizə. Onun üçün formulu bilməliyik. Baxın, müəyyən bir ədədin A ədədinin vurğuları A, B, C ola bilər və A üstü B üstü C üstü K-dır və bunu ayırmaq çox bəsit bir şeydir əslində. Və bunu tapmaq üçün, yəni ondan kiçik olan qarşılıqlı sadə olan ədədlərin sayını tapmaq üçün biz bu formula istifadə edirik. Yəni bəsitcə bunu belə yadınızda saxlaya bilərsiniz ki, vurğuları atın məxrəcə 1-dən çıxın. Vurğuları atın məxrəcə 1-dən çıxın. Buradan M-dən, N-dən, K-dan olması bizim vecimizə belə deyil. Başa düşdünüz? Belə bir şeydir. İndi bizə 20-ni soruşur. 20-ni sadə vurğularına ayırın birinci. 20, 2-nin üstü 2 vurulsun. 5 deməkdir. Yəni 4 vurulsun 5 deməkdir. İndi 20-ni vururuq. Baxın 1-dən çıxın. Vurğu atın məxrəcə 1-dən çıxın. 2-ni atın məxrəcə 1-dən çıxın. Sonra atın məxrəcə 5-i 1-dən çıxın. İndi nə olur? 20 vurulsun. 2-də 2-dən 2-də 1 çıxanda eləyir 2-də 1. Və 1 eyni zamanda 5-də 5-dir. 5-də 5-dən 5-də 1-i çıxanda eləyir 5-də 4. 2 5-i nə eləyir? 10 eləyir. 10-dan 20 gedir. Qalır burada 2. 2 vurulsun 4 də eləyir 8. Cavabımız 8-dir. Və eyni zamanda daha böyük ədədlər üçün də bu üsulu istifadə edə bilərsiniz.